əbədi ümidin işığı, sevgi və qədim dəyərlərin nağılı uzaq, zamanın unudulmaz sirlərini daşıyan min illərin tarixi və əcdadların öyrətdiyi dəyərlərlə yoğrulmuş bir Azərbaycan kəndində Günəşabad adlanan o kiçik məkan yerləşirdi. Bu kənd torpağın, ağacların, çayın və dağların səsi ilə insanın ruhuna dərin izlər buraxırdı. Hər daşında, hər yarpağında və hər axan suda keçmişin acı və şirin xatirələri, qəhrəmanlıq dastanları və ümidlə dolu gələcək arzuları gizlənirdi. Burada yaşayan hər kəs nəsillərin ötürdüyü ənənələrə, mədəniyyətə və insan sevgisinə sadiq qalır, həyatın hər çətinliyində bir araya gəlib, qəlblərində yanan o əbədi işığı qoruyurdu. Kəndin mərkəzində köhnə divarları min illərin şahidliyi olan böyük Eyşib məscidi vardı. Məscidin qabağında daş tikililərin üzərində asılmış qədim şəkillər, əl yazmaları və sözlərlə dolu kitablar, keçmişin hikmətini gələcək nəsillərə çatdırmaq üçün bir canlı anbar kimi xidmət edirdi. Bu məscid qarşısında hər gün insanlar toplaşar, kədərini, sevincini və həyatın dərin sirlərini paylaşar, bəzən gülər, bəzən ağlar, amma daima bir ümid işığını ürəklərində saxlayaraq gələcəyə baxırdılar. Kəndin hörmətli ailələrindən biri olan Məmmədovlar ailəsi Günəşabadın ən sayıqlı insanlarından sayılırdı. Ailənin başçısı olan Həsən bəy torpaqla, əcdadların ənənələri ilə və hər şeydən əvvəl insanın qəlbindəki sarsılmaz ümidlə həyatını qovuşdurmuşdu. Həsən bəyin yanında onun 2 övladı, gənc və enerji dolu Rafiq və incə duyğulu, şeir yazmağa meyilli Nigar var idi. Həsən bəy hər zaman öz övladlarına torpaq bizim canımızdır, hər daş, hər çiçək, hər axan su min illərin hikmətini, sevginin və qürurun əksini daşıyır deyə öyüd verərdi. Rafiq gənc yaşına baxmayaraq kəndin işlərində fəal iştirak edir, tarlada çalışır, çay kənarında sakitcə oturub həyatın mənasını axtarırdı. Onun baxışları bəzən səhərin ilk şüaları kimi təmiz, bəzən axşamın son işığı kimi hüzünlü olurdu. Nigar isə hər günün sonunda kəndin dar küçələrində, köhnə divarların yanında oturub şeir yazar, ürəyindəki duyğuları kağıza tökərdi. Onun sözlərində keçmişin acısı, sevginin şirinliyi və gələcəyin ümid dolu arzuları öz əksini tapırdı. Bir payız səhəri, qızıl-sarı yarpaqların havada rəqs etdiyi, dağların və çayın səsi sanki uzaq bir nağılı xatırlatdığı bir vaxtda Həsən bəy məscidin qarşısında toplanan xalq arasında böyük bir söhbət baş verdi. O, ey əziz insanlar, unutmayın ki, həyatın hər çətinliyi, hər kədəri bizə gələcəyin ümidini daha da gücləndirmək üçün verilmiş bir dərsdir. Keçmişin acı xatirələri, əbədi sevginin və sarsılmaz inamın başlanğıcıdır. Biz bir ailə, bir xalq olaraq həm də atalarımızın qoyduğu bu zəngin mirası yaşadaraq gələcək nəsillərə sevgi və ədalətin işığını ötürəcəyik, deyə söz aldı. Həsən bəyin bu səmimi sözləri hər kəsin qəlbində dərin iz buraxdı və kəndin sakit torpağında yeni ümidlər doğdu. Bu günlərin birində kəndə uzaq şəhərdən gəliş xəbərləri çatdı. Qonşu şəhərə Günəşşəhərə də iqtisadi və mədəni inkişafa böyük addımlar atıldığı, amma eyni zamanda orada insanın qəlbindəki əsl duyğuların, ənənələrin və mədəni dəyərlərin unutulduğu deyildi. Həsən bəy Məmmədovlar ailəsinin başçısı olaraq bizim torpaq insanın qəlbindəki dərin sirlərin, sevginin və əbədi ümidin simvoludur. Şəhərin parlaq işıqları bəzən unudulmuş ənənələri silə bilər, amma bizim dəyərlərimiz, bizim sevgi və mərhəmətimiz heç vaxt sönməz deyə insanları ruhlandırdı. Rafiq bu xəbərlə sarsılmış, amma eyni zamanda kəndin dərin mənasını qorumaq istəyən gənc qərara gəldi ki, Günəşşəhərdə gedən o müasir dəyişikliklərə qarşı kəndin ənənələrinin, adət-ənənələrini və insan sevgisini qoruyan bir layihə hazırlasın. O, atası Həsən bəyin və Nigarın dəstəyi ilə kəndin tarixi və mədəni irsini, keçmişin acı və şirin hekayələrini toplayaraq bir kitab hazırlamağa başladı. Bu kitabda kəndin hər bir sakininin həyatı, onların sevincləri, kədərləri, uğurları və çətinlikləri min illərin mirası kimi birləşdiriləcəkdi. Rafiq, kitabın hər bir səhifəsində sanki Tolstoyun romanlarında təsvir olunan kimi insanın qəlbindəki dərinlikləri, hər kəsin yaşadığı o sarsılmaz duyğuları əks etdirmək istəyirdi. Nigar isə öz şeir və nəsr əsərləri vasitəsilə kəndin hər küncündə yaşayan o unudulmaz xatirələri və əbədi ümidləri insanlara çatdırmağa çalışırdı. Onun yazdığı sözlər kəndin dar küçələrində, meşələrin sərinliyində və çayın sularında əbədi əks-səda verirdi. O, hər birimiz keçmişin vətənpərvər qəhrəmanlarının izlərini öz içimizdə daşıyırıq. Hər künc, hər daş və hər ağac bizim ürəklərimizdə yanan sarsılmaz ümidin bir parçasıdır. Biz bu dəyərləri unutmadan gələcəyimizi sevgi və ədalətlə qurmalıyıq, deyə yazırdı. Kənddə hər şey həm sakit, həm də dərin bir ruh halında davam edirdi.
Günəşabadın sakinləri toplaşdıqları məclislərdən, evlərin arxasından, meydanlarda bir-birinə dəstək olur, acılarını, sevinclərini və gələcəyə dair ümidlərini bölüşürdülər. Hər kəs öz içində yanan o əbədi işığı qoruyub saxlamaq üçün torpağın, əcdadların və ənənələrin dəyərini bilirdi. Həsən bəy hər axşam məscidin yaxınlığında oturub, keçmişin hekayələrini, xalqın yaşadığı o böyük və kiçik hadisələri yad edərək gələcəyin nəbzini hiss edirdi. Bir gün kəndin ən yaşlısı olan Məhəmməd bəy öz ömrünün acı və şirin xatirələrini paylaşmaq üçün gənclərin və qocaların toplaşdığı böyük bir yığıncaqda, bizim hər birimiz bu torpaqda, hər bir daşda və hər bir yarpaqda min illərin mirasını, insan sevgisinin, qürurun və ümidin izini daşıyırıq. Unutmayın ki, həyatın çətinlikləri bizə yalnız dərs vermək üçündür. Hər bir ağrılı an sevginin, mərhəmətin və ədalətin daha da dərinləşdiyi, qəlbdə sarsılmaz ümidin yarandığı bir an olur, deyə söz açdı. Onun bu sözləri gənclərin ürəklərindən eyni zamanda yaşlıların dərin xatirələrində əbədi yer aldı. Beləliklə, Günəşabad yalnız torpaq və daşlardan ibarət bir yer değildi, o, insanın qəlbində yaşayan min illərin öyrətdiyi dəyərləri, sevgi və mərhəməti, acı və sevinci bir araya gətirən, dərin mənalı, sarsılmaz bir ümid işığa çevrilmişdi. Rafiq və Nigarın yaratdığı kitab, gələcək nəsillərə, keçmişin vətənpərvər qəhrəmanlarının, insanların yaşadığı bütün o dərin duyğuların və sarsılmaz ümidin canlı şahidi oldu. Bu kitab, hər səhifəsində Tolstoyun romanlarındakı kimi insanın iç dünyasını, həyatın çətinliklərini və eyni zamanda sevginin, mərhəmətin və ədalətin əbədi gücünü əks etdirirdi. Günlər, aylar və illər keçdikcə Günəşabadın hər küncündən, meydanlarında və dar küçələrindən insanın varlığının, tarixin, sevginin və əbədi ümidin səsi daha da gücləndi. Kəndin hər bir sakini, keçmişin ağır dərslərinin, gələcəyin parlaq ümidini və öz ürəklərində yanan o sarsılmaz işığı öz həyatında yaşadı. Hər kəs bəlkə də bu dünyada yalnız öz hekayəsini yazırdı, amma o hekayələr bir araya gəldikdə Günəşabadın sarsılmaz, əbədi bir nağıla çevrildi. Beləliklə, əbədi ümidin işığı, sevgi və qədim dəyərlərin nağılı adlı bu dastan Günəşabadın vətənpərvər ruhunun, torpağın səsinə, əcdadların hikmətinə və insan qəlbinin dərinliyində yanan o sarsılmaz ümidin və sevginin canlı şahidi olaraq, nəsillər boyu danışılacaq, xatırlanacaq və ürəklərdə yaşanacaq. Hər kəs bilir ki, həyatın ən böyük zənginliyi, keçmişin vətənpərvər hekayələri, sevginin, mərhəmətin və ədalətin əbədi gücü, yalnız öz içimizdə gizlidir və onu yaşatmaq, qorumaq isə bizə verilmiş ən böyük vəzifədir. Bu nağıl, Günəşabadın dar küçələrindən, məscid meydanından, evlərin arxasında və hər bir insanın qəlbində sarsılmaz iz buraxaraq, gələcək nəsillərə sevgi və ümidin qiymətini, ənənələrin dərinliyini və insan ruhunun əbədi gücünü öyrətməyə davam edəcəkdir. Beləliklə, bu dastan min illərin xatirələrini, hər kəsin ürəyində yanan o dərin duyğuları və sarsılmaz ümidləri bir araya gətirərək, Azərbaycanın qədim torpağının, ənənələrinin və insan sevgisinin əbədi şahidi olaraq, hər zaman xatırlanacaq və nəsillərin nəsillərinə ötürüləcəkdir.